Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala seyyidina Muhammedin ve ala aleyhi ve sahbihi ecmain. Amma ba'd. Esselamu aleyküm ve rahmetullah. İnsanların eyiblərini açmaq barədə zikr edəcəm inşallah. İnsanların eyiblərlə məşğul olmaq pis və qınanılan bir əməldir. Və bu əməl onunla məşğul olanı öz nəfsinə baxmaqdan və ona əhəmiyyət verməkdən kənar qoymuşdur. Bəzi hikmət sahibləri demişdir: kim insanların eyiblərinə baxarsa, öz nəfsi üçün kör olar. Başqa birisi isə belə demişdir: insanların eyiblərinə vaxt ayıranın öz nəfsini unutduğunu hesab edirəm. Əgər öz nəfsinə əhəmiyyət versəydi, heç kəsin eyiblərini ayırmağa vaxt olmazdı. Və eləcə də kim müsəlmanların sirlərinə qulaq asmağa və başqalarının yanında eyiblərini yaymağa, namuslarına tənə etməyə həvəslidirsə, bunu ona nəfsinin pislikləri əmr edir. Qardaşlarına qarşı həsədi, nifrəti onu kör etmiş və öz nəfsini unutturmuşdur. Buna görə də Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bunu qadağan etmişdir. İbn Ömərdən, radiyallahu anhudan gələn hədisdə Rasulullah sallallahu aleyhi və səlləm minbərə çıxıb uca səslə belə dedi: ey dilləri ilə İslam'a girən, iman isə qəlblərinə girməyənlər, müsəlmanlara əziyyət verməyin, onları ifşa etməyin, eyiblərini axtarmayın. Çünki kim insanların eyiblərini üzə çıxararsa, o evinin içində olsa belə Allah onun eyiblərini üzə çıxarar. İmam Tirmizi rahimehullah bu hədisi öz kitabında zikr etmişdir. Məgər insan özü dərk etmirmi ki, başqalarının eyibləri ilə məşğul olmaq onu öz nəfsinin eyiblərini və pisliklərini bilməkdən məhrum edəcək. Öz-özünə əhəmiyyət verməyib, öz eyiblərini islah etməzsə, onun eyiblərini də başqaları üzə çıxaracağını bilmirmi? Buna görə də insan öz nəfsi ilə məşğul olmalıdır. Çünki insanların eyiblərini açsa, onları həlak etmiş olar. Abu Hureyra radiyallahu anhudan gələn hədisdə Rasulullah sallallahu aleyhi və səlləm buyurub: əgər bir kəs insanlar həlak olub deyərsə, o özü insanları həlak etmişdir. İmam Müslim rəvayət etmişdir hədisi. İmam Nəvəvi rahimehullah demişdir: alimlər ittifaq etmişlər ki, bu qınaq yalnız insanları aşağılayıb, özünü onlardan üstün tutaraq belə deyənlərə aiddir. İmam Nəvəvi rahimehullah Səhih Müslimin şərhində qeyd etmişdir bu. Çünki hər bir insan günahkardır. Hər kəsin günahı var. Əgər hər günah edənin eyibini açsa, insan öz günahını unudacaq və özünə ucub, yəni özünü bəyənmək xəstəliyə gələcək. O insanlara həlak olduğunu iddia edib, onları ifşa edəcək və nəhayət özü insanları həlak etmiş olacaq. Muaviyyə radiyallahu anh'da gələn hədisdə Rasulullah sallallahu aleyhi və səlləm buyurub: həqiqətən sən əgər insanların eyiblərini araşdıracaqsansa, onları körləyəcəksən. Əbu Davud rahimehullah bu hədisi zikr etmişdir kitabında. İbn Qayyim rahimehullah demişdir: kim öz nəfslərini tanıyarsa, insanların eyiblərini tərk edib, öz nəfsini islah etməklə məşğul olar. Məgər başqalarının eyibləri ilə məşğul olan insan bilmir ki, cəza əməli növündəndir və kim bir pislik edərsə, onun cəzası görəcəkdir. Bilmirmi ki, kim müsəlmanların qardaşının eyiblərini üzə çıxarmağa səy göstərərsə, Allah onun eyiblərini üzə çıxarar və kim bir qardaşının eyiblərini örtərsə, Allah azə və cəllə də onun eyiblərini dünya və axirətdə örtər. İbn Abbas radiyallahu anhudan gələn hədisdə Rasulullah sallallahu aleyhi və səlləm buyurur: kim müsəlman qardaşının eyibini örtərsə, gizlədərsə, Allah qiyamət günü onun eyiblərini gizlədər və kim onun eyiblərini açarsa, Allah subhanahu wa ta'ala onun evində gizlənsə belə ifşa edər. İbn Məcə rəvayət etmişdir bu hədisi. İbn Cevzi rahimehullah demiştir:
Kim şəriəti lazım olan şəkildə öyrənərsə, Peyğəmbərini tanıyarsa, sahabələrini və böyük alimlərin halını bilərsə, görər ki, insanlar şəriətlə deyil, adətlər üzrə gedirlər. Bir-birini ziyarət edib, insanların qeybətini edirlər. Hər kəs müsəlman qardaşının eyiblərini haqqında soruşur. Əgər birində nemət varsa, həsəd aparar. Müsibət baş veribsə, söyüb pisləyər. Təkəbbürlü ona nəsihət edər. Dünya malından, ondan nə isə götürmək üçün ona hilə işlədər və imkanı olsa, öz xətalarını da onun üzərinə yıxar. Bu yerdə Rasulullah sallallahu aleyhi və səlləm gözəl buyurub, kim bir qövmün danışığına, onlar istəmədiyi halda qulaq asarsa, qiyamət günü qulağına qurğuşun töküləcəkdir. İmam Buxari rahimullah kitabında zikr etmişdir bu hədisi. İbn Qayyim rahimullah demişdir, xoş o insanın halına ki, öz eyibləri ilə məşğuldur, başqalarının eyiblərinə vaxt ayırmır. Vay o insanın halına ki, öz eybini unudub, başqalarının eyiblərinə vaxt ayırır. Birincisi xoşbəxtliyin, ikincisi isə bədbəxtliyin əlamətidir. İbn Abbas radiyallahu anh demişdir, dostunun eyiblərini yadına salmaq istəyirsənsə, öz günahlarını yadına sal. Uca səslə nəsihət etmək və ya insanların yanında nəsihət etmək də, əgər tutarlı bir səbəb yoxdursa, nəsihət yox, qardaşın eyibini açmaq və onu ifşa etmək sayılır. İmam Şafi rahimullah demişdir, kim bir qardaşına gizlindən nəsihət edərsə, bu nəsihət və bərbəzəkdir. Kim açıqdan nəsihət edərsə, bu ifşa etmək və xəyanətdir. Buna görə də müsəlman gərək bu çirkin xislətdən uzaq dursun, özünə fayda verən işlərlə məşğul olsun, özünü və insanları həlaka aparmasın, onların islahına çalışsın və onları hidayətə çağırsın. Çünki bu ən böyük xeyirli əməllərdəndir. Rasulullah sallallahu aleyhi və səlləm buyurmuşdur, Allaha and olsun ki, sizdən birinizin əli ilə Allahın bir kəsi hidayətə yönəltməsi onun üçün qırmızı dəvələrdən ərəblərin ən qiymətli malı sayılır bu. Daha xeyirlidir. Buxari və Müslim ittifaqla bu hədisi rivayət etmiş kitablarında. Sonda isə alimlər Rəbbi Allah subhanahu wa ta'alaya həmd və səna edirik. İstəyirik ki, Rəbbimdən Allah subhanahu wa ta'ala bu nəsihəti insanlar üçün faydalı etsin. Allah azə və cəllə bu əməl sahiblərini bu əməldən alıb qoysun və Allah azə və cəllə insanları salih əməl üzərində sabit etsin. Allahümə əmin. Esselamu aleykum və rəhmətullah.